İllərdir Pakistan Azərbaycanın mövqeyini dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz bir-birini dəstəkləməyə davam edir. Bu fikirlər Pakistanın Milli Gününün 85-ci il dönümü münasibəti ilə Bakıda təşkil edilən rəsmi qəbulda səsləndirilib. Vurğulanıb ki, son dövrlər hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsidir. Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Pakistan münasibətləri iqtisadi və mədəni sahələrdə də inkişaf edir. Xüsusilə 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm təkan verib. Çıxışlardan sonra Pakistanın qazandığı nailiyyətlər, ölkənin turizm imkanları və tarixi abidələri barədə videoçarx nümayiş olunub. Flows through the veins of its mighty rivers. Here, there's an